xeyir dəyərli izləyicilər. Möhtəşəm bir mənzillə qarşınızdayıq. Şəhərin ən premium ərazilərindən biri. Elmlər Akademiyası metrosu yaxınlığı, Hüseyn Cavid Parkının aşağı istiqaməti və şəhərin ilk onluqda gözəlliyinə görə, premiumluğuna görə ilk onluqda olan binalarından biri. Belvedere Rezidence'də tam 3 otaqlı, premium təmirli, modern üslubda təmirli, 130 kvadrat ölçülü əla bir mənzil təqdim edəcəyik sizə. Mənzilin təmiri və əşya yerləşimi zamanı olduqca bahalı texnikalardan istifadə edilib, bahalı əşyalardan, bahalı inşaat materiallarından istifadə edilib və mənzildə təmirdən sonra yaşayış olmayıb. Xol istədiyi hal-hazırda 130 kvadrat təmiz daxili sahəsi var, tam 3 otaqlı mənzildir, sənədi çıxarışdır, bir daha qeyd edirəm və gördüyünüz möhtəşəm təmiri var. Xol hissənin gözəlliyini görürsünüz. Giriş qapısı ilə üzbəüz belə bir dekorativ hissə yaradılıb. Barelyefdən və daraq teksturalı panellərdən istifadə edilib və giriş qapısından sağ istiqamətdə belə bir dressuar əvəzi güzgü və əlavə mebel paneldən istifadə edilib və giriş qapısından sol istiqamətdə isə membran teksturadan əla bir tam boy qardirob mebeli, alt hissəsi havada yerləşdirilib, gizli işıqla tərtib edilib, hətta ağıllı tozsorana qədər yerləşdirilmiş vəziyyətdədir. Olduqca gözəl yaraşıb xol hissəyə. Böyük ölçülü tablo, qumlu boyalardan istifadə edilib teksturada, divar teksturalarında gördüyünüz kimi Venesiankanın növü olan qumlu teksturadan istifadə edilib. Otaqların texniki yerləşməni izah edim sizə. Burada master bedroom, əsas yataq otağı yerləşir, ikinci yataq otağı yerləşir, mənzilin ümumi sanuzeli yerləşir, qonaq otağı və mətbəx hissə yerləşməkdədir. İlk öncə başlayaq mətbəxdən, ən sonda qonaq otağını təqdim edəcəm sizə. Mənzil tam əşyalı və texnikalı şəkildə təklif edilir. Bir daha qeyd edirəm, həm görüntü olaraq, həm keyfiyyət olaraq hər şey yüksək səviyyədədir. Mənzildə, mətbəx hissədə böyük ölçülü bir adadan istifadə edilib. Alt hissədə saxlanış yerləri, masaların rahat oturulması nəzərə alınıb və süni mərmərlə işlənib. Texnika yerləşimi mətbəx mebelində tam olaraq edilib. Əşya planlaması tam olaraq edilib. Boş markalı bir soyuducu böyük ölçülü, boş markalı mikrovalnovka və soba və qabyan yerləşimi burada nəzərə alınıb. Gördüyünüz kimi və mətbəx mebelinin üzəri və sinəliyi mərmərlə işlənib. Elektrik sistemi Gevis'də orijinal. Bütün otaqlarda lodja tipli balkonlar var və bir geniş ölçülü balkonu var mənzilin. O balkona da mətbəxdən daxil ola bilirsiniz. Texniki balkonda həm də kondisioner sistemi və kollektor sistemi burada yerləşdirilib. Mənzildə bir daha qeyd edirəm, hər şeyin yerləşimi tam olaraq nəzərə alınıb. Bütün otaqlarda AUX markalı kondisionerlər, belə bir gözəl görünümlü Lenovo markalı bir aspirator yerləşdirilib. Olduqca gözəl görüntü qatıb bura və hətta domofonun yerləşiminə qədər mətbəxdə nəzərə alınmış vəziyyətdədir. İndi isə yataq otaqlarını təqdim edəcəm sizə. Hər iki yataq otağı olduqca geniş ölçülüdür. Mətbəx və xol hissədə döşəmədə qranitli döşəmədən, otaqlarda isə bambuk parketdən İngilis yolkası şəklində vurulub bu bambuk. Və bütün otaqlarda bir daha qeyd edirəm, əşya planlaması edilib. Böyük ölçülü yataq, böyük ölçülü bir qardirob mebeli tam boy, AUX markalı bir kondisioner və burada sadəcə belə deyək, make-up və digər iş masası istəyinizə uyğun hər iki tərəfdən rahatlıqla yerləşdirə bilərsiniz. Geniş yataq otağıdır. Əsas yataq otağı isə burada əla tərtib edilib. Böyük ölçülü yataq, üzərində əla dekorativ panellərdən istifadə edilib. Böyük ölçülü bir make-up yerləşdirilib. Və bu otağın yenə qardirob mebeli olduqca böyük ölçülü bir qardirob mebelidir. Genişliyini və böyüklüyünü tam ölçüdə olduğunu görürsünüz. Və bu otağın ayrıca sanuzeli var. Qapılar da standartdan hündürdür. Təxminən 250-260 hündürlüyündə qapılardan istifadə edilib. Və bu möhtəşəm master bedroomun master sanuzeli tam aksesuar yerləşimi edilib. Böyük ölçülü bir moydadır. Gizli işıqlı güzgü ilə tərtib edilib. Böyük ölçülü duş kabin. Daxilində nişaya qədər nəzərə alınıb. Divar içi sanuzel aksesuarlarından istifadə edilib gördüyünüz kimi və əla teksturalı qranitləri var. İndi isə əsas sanuzelini təqdim edeyim sizə. Əsas sanuzeli mənzilin olduqca geniş ölçülüdür və burada tam aksesuar yerləşimi edilib, hətta artıqlaması ilə edilib.
Barelyefi görürsünüz burada. Əla işləmə baryef var. Nişalardan, şüşə nişalardan istifadə edilib. Böyük ölçülü bir vanna yerləşdirilib. Tavan da əla teksturada, əla görünümdə bir dartma tavandan divar içi duş aksesuarına qədər hər şey nəzərə alınıb və olduqca da gözəl işlənilib. Divar içi mümtaz giriş və üzbəüz. Burada əlavə saxlanış yerləri var. Və paltar yuyanla paltar qurudana qədər boş markalı hər ikisi yerləşdirilmiş vəziyyətdədir. Və bu sanuzelin genişliyinə uyğun böyük ölçülü, təxminən 1.20 və ya 1.40 ölçüdə böyük ölçülü bir moydadır. Əla tekstural qranitlər, hər şey yüksək səviyyədədir gördüyünüz kimi. Və son olaraq mənzilin qonaq otağını təqdim edəcəm sizə və məlumatlar, qiymət barədə bir daha məlumat verəcəm. Mənzilin bütün otaqlar olduğu kimi qonaq otağında gözəlliyi bir başqadır və burada da yenə təmirin möhtəşəmliyi, ölçünün, proyektin ideallığı və əşyaların premiumluğu özünü göstərir. Böyük ölçülü yumuşaq mebel dəstəsindən, böyük ölçülü divan, 2 ədəd kreslo, jurnalniyə qədər, kondisionerə qədər hər şey yerləşdirilib. Əla bir tvistin tərtib edilib, tavan işıqlanma bütün otaqlarda ideal vəziyyətdədir və son təmir yenilikləri hamısı istifadə edilib mənzildə demək olar. Böyük ölçülü yemək masası 6 nəfərlik, hansı ki bunu 8-10 nəfərə rahatlıqla çıxara bilərsiniz və belə bir möhtəşəm tvistin hissə. Burada da yenə baryef, qranit tekstura, mebel panellər, gizli işıq görünümlər və belə bir dekorativ elektrik sobası yerləşdirilib. Olduqca gözəl yaraşıb bura və qonaq otağı bir hissəsi, bir hissədən də, bir divarından da böyük hissəsi tam vitraj pəncərə ilə əhatələnib. Gördüyünüz kimi belə mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Elmlər Akademiyası metrosu yaxınlığı şəhərin ən premium binalarından olan Belvedere Residence və 16 mərtəbəli binanın 4-cü mərtəbəsində 130 kvadrat ölçülü, tam 3 otaqlı, ideal təmirli və ideal proyekti olan tam 3 otaqlı bir mənzil təqdim edirdik sizə. Mənzilimizə start olaraq tam əşyalı və texnikalı təklif edilən qiymət 650.000 manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlaşın.